Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən səs-küylü və diqqət çəkən xəbərləri ilə qarşınızdayıq. Bu dəfə gündəmi silkələyən şok etiraf Məleykə Abbaszadə illər sonra onunla bağlı gizli qalan məqamları açıqladı. Bu açıqlama hansı suallara cavab verdi? Eyni zamanda sosial sahədə mühüm qərar. Bəzi şəxslərin övladları üçün təhsil ödənişləri rəsmən ləğv edildi. Kimlər bu imkandan yararlana biləcək? Milli Məclisdən isə son dəqiqə qərarı ölkədə müəyyən sahələr üzrə qadağa tətbiq olunur. Bu dəyişikliklər həyatımıza necə təsir edəcək? Prezident iqtisadi göstəricilərlə bağlı açıqlamasında ticarət dövriyyəsinin 800 milyon dolları keçdiyini bildirdi. Bu artımın səbəbləri nədir? Digər tərəfdən dünyada gərginlik artır. Amerika Birləşmiş Ştatları şiə qruplaşmasının liderini axtarır və məlumat verənə 10 milyon dollar vəd olunur. Ən son detallar və daha çoxu üçün bizi izləmədə qalın. ...2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə, Dövlət İmtahanlar Mərkəzi həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlərdir. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Nocoment az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət İmtahanlar Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə, yeni yanaşmalar və perspektivlər adlı tədbirdə deyib. O bildirib ki, həmin ildə Təhsil Naziri Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənni buraxılış imtahanına daxil edildi. Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi 1-2 il tədris edilmiş. Müəllim çatışmazlığı səbəbindən isə sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsini məqsədə uyğun hesab etmirdik. ƏM sədrinin sözlərinə görə zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır. Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Nocoment az xəbər verir ki, bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil, əlavə təhsil istisna olmaqla aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər, bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da ən çoxu 23 yaşına çatanadək şamil olunub. Müzakirələrdən sonra sənəd səs verməyə qoyularaq 3-cü oxunuşda qəbul edilib. Vətəndaşlar işə qəbul edilərkən Dövlət Narkoloji Tibb Müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar. Nocoment azın məlumatına görə bu Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan əmək məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən siyasi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər Dövlət Narkoloji Tibb Müəssisəsi tərəfindən verilmiş tibbi müayinə, tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar. Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək. Həmçinin tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək.
Tibbi müayinə, tibbi yoxlama haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə, tibbi yoxlama zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai yaşa, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda, bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən, tibbi yoxlamadan, sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən, tibbi yoxlamadan keçməsi işə götürənin hesabına təmin edilməlidir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq 3-cü oxunuşda qəbul edilib. Bizim indi çox fəal siyasi diyaloqumuz var. Bugün bir çox məsələlər həm regional, həm iki tərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Oxaz xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çex Respublikasının baş naziri Andrey Babişlə mətbuata bəyanatlarla çıxışı zamanı söyləyib. İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bugün keçiriləcək biznes forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bugün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bugün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir, dövlət başçısı bildirib. ABŞ Hərəkat Ənsar Allah Əl-Əffiyyə təşkilatının baş katibi barədə məlumat verən şəxslərə 10 milyon dollar mükafat təklif edib. Oxu Az xəbər verir ki, bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Əl-Seyidi ABŞ diplomatik obyektlərinə hücumlar təşkil edən, həmçinin İraq mülki şəxslərinin və ABŞ hərbçilərinin öldürülməsinə görə məsuliyyət daşıyan qruplaşmaya rəhbərlik edir. Hərəkat Ənsar Allah Əl-Əffiyyə, Hərəkat Ənsar Allah Əl-Avfiyyə 2013-cü ildə İraqda siyasi təşkilat kimi meydana çıxmış şiyə hərbiləşdirilmiş qruplaşmadır. Bu təşkilat İraqın İranpərəst çətir qurumu olan Həşd Əl-Şabinin tərkibinə daxildir.